Bu cırıq görək nə deyir ay? Bugün hər yer aləm deyib bir-birinə pox qarşı poxa ay. Allah ömrünüzü tiksin sizin. Ay bunlar nə sevinirmişlər ay Qabilin itməyinə, Qabilin ölməyinə. Ha, bunlara bax siz Allah adam dəhşətə gəlir ha. Bu qədər xəbərlər mi olar qardaş? Buna bax. Siz Allah buna bax. Qabil itdi. Baxın, son dəqiqə. Azərbaycan paylaşıb. Siz Allah buna baxın. Hakimiyyət kanallarında hamısı. Son dəqiqə Qabil itdi. Qabil itdi. Öldürüldüyü xəbəri yayıldı. Baxın. Öldürüldüyü xəbəri yayıldı. Bax o. Danla bax. Bütün hakimiyyət günə indimaylıqlar bunlara. Danla baxın. Buna bax. Siz Allah. Buna bax, siz al, hakimiyyətin kanalları. Neydi bu ilə adı? Baku Info. Hamısı İlham. Qabil Məmmədov yoxa çıxıb, öldürülüb. Allah Allah. Sosial şəbəkədə söyüş bloger kimi tanınan Qabil Məmmədov yoxa çıxdı. Baku Info, Qabil Məmmədov həmkarlar nə bilim dedi Qabil. Bunlar nə zaman sevinirmişlər mənim yoxa çıxmağıma? Allah. Fikir verirsiniz dəyərlən vətənlərim. Bilmirsiniz də qıqqı-dıqqı eləyə. Buna bax, buna. Hər yerdə mən paylaşıqlar ki, bunlar. Dəyərlən vətənlərim çox dəhşətlidir. Bunlar niyə belə yalan xəbər paylaşırlar? Güya hətta indiyə qədər efirə çıxmamışam. Güya itmişəm, batmışam, yoxa çıxmışam. Buna bax, Qabil Məmmədov yoxa çıxdı, öldürüldü. Bu kimdə? Nə qədər paylaşırlar? Müsavat da paylaşır məni. Bütün oğraşlar Qabili paylaşır. Buna hamısı məni paylaşırlar. Nədir bu, nədir? Zaur Nəbiyev, müflis o, nədir bu? Təcri. Qabil Məmmədov yoxa çıxdı, öldürüldü. Allah. Sevinirmişlər mənim ölümümlə. Bu nədir? Bu da Qabil Məmmədov yoxa çıxdı. Oxu 24. Bu nədir? Oxu 24. Qabil Məmmədov yoxa çıxdı, öldürüldü. Bax, kimin? Hamısına da yeni tezisi verirlər. Yoxdur, bax. Qabil Məmmədov həmkarlar. Bax. Söyüş blogeri kimi tanınan Qabil Məmmədov yoxa çıxdı. Bax, görürsünüz mü? Oxu 24. Müsabat TV, nə Mobrika.com, Bobrika.com, Baku TV, nə SMS. Ay qardaş, fikir verirsiniz mi? Hamısı eyni tezisi. Eyni cümlələr, eyni tez, paragrafına qədər. Necə deyərlər, dırnaq içində yazılana qədər. Hamısı eynidir. Niyə? Demək ki, hakimiyyət gündən dəyişmək istəyir. Demək ki, hakimiyyət Qabilin yox olmağında, ölümündə maraqlıdır. Demək ki, İlham Əliyev ağır vəziyyətdədir. Demək ki, belə gündən dəyişmələrlə İlham Əliyev hakimiyyəti maraqlıdır. Deyələmədən, baxın buna indi sizə bir şey göstərəcəyəm mən. Bu bir qız var, o neydi onun adı? O yaramazın adı neydi deyələn vətənlərin? Buna. Buna. Hamısı məndən paylaşıb. Ay kişi, bunlar nə istəyirlər məndən? Gözə görə bu nə deyir hələ? Bu nə deyir ay qardaş? Bax görə. Amma indi də demək ki, xaricdəki blogerlərlə bağlı maraqlı proseslər, xüsusən onların özləri barədə məlumatlar yayırlar, belə deyək də videolar çəkirlər və bu məsələni də ictimailəşdirirlər. İndi də demək Qabil Məmmədovla bağlı xəbərlər var. Yoxa çıxıb öldürülübmü deyə suallar geniş şəkildə yayılır və hər kəs bu məsələ ilə bağlı rədd göstərən blogerlərin hazırladığı videoda öz əksini tapıb. Sosial şəbəkələrdə söyüş blogeri kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı haqda məlumat yayılıb. Axaraz xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərini, ancaq onun cavab vermədiyini nümayiş etdiriblər. Eyni zamanda onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib. Qabil Məmmədovun 2 gündür ki, canlı yayım açmadığı da vurğulanıb. Qeyd edək ki, olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyalar veriblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakıların növbəti oyunu hesab edib. Bəziləri isə həddən artıq ağır ifadələrinə, söyüşlərinə görə Qabilin öz-özünü
özünü yoxa çıxartdığını, daha doğrusu isə gizləndiyini bildiriblər. Daha bir məqam isə, maraqlı məqam isə ondan ibarətdir ki, Ramiz Mehdiyə qarşı ittihamlar irəli sürülməsindən sonra bu hadisələr baş verib. Bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyə və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilirmiş və hazırda bu sistemin ifşası ilə söyüşçülər də qeybə çəkilməyə başlayıblar. İndi görək ardıcıllıq necə olacaq? Demək, digər blogerlər də ona zəng edirlər, telefon zəngini açmır, cavab vermir. Bununla bağlı da bir ajotaj yaradılıb, amma bugün də indi onların bəziləri qeyd edirlər ki, yox, hər şey qaydasındadır. İşlərinlə əlaqədar olaraq demək ki, meydana çıxmır, efir vermir və s. və axır. Amma indi nəticəsi necə olacaq və bu məsələ Qabilin növbəti demək oyunu kimi də qiymətləndirilə bilər deyə sosial şəbəkə istifadəçiləri yazırlar bu barədə. Dəyərli izləyicilər, əslində isə bu ardıcıllığın bu formada olması diqqəti cəlb edir. Yəni bu ərəfədə demək ki, Ramiz Mehdiyev hansı ki adı xaricdəki blogerləri maliyyələşdirməkdə, onlara hakimiyyət daxilindən müəyyən özəl eksklüziv informasiyaları ötürməkdə hallanırdı. Eyni zamanda da belə bir ərəfədə həm də onlarla bağlı məsələ də yenidən gündəmə çıxıb. Görək indi bu məsələnin yekunu nəticəsi necə cərəyan eləyəcək dəyərli izləyicilər. 7 noyabr 2025-ci ildir və həftənin cümə gündür dəyərli izləyicilər. Bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Qabil Məmmədov yoxa çıxdı, öldürülübmü deyə bir sual var. Sosial şəbəkələrdə söyüş blogeri kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı məlumat yayılıb. Axaraz xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərini, ancaq onun cavab vermədiyini nümayiş etdiriblər. Eyni zamanda onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib. Qabil Məmmədovun 2 gündür canlı yayım açmadığı da vurğulanıb. Qeyd edək ki, olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyalar ilə seçiliblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakilərin növbəti oyunu sayıb və bəziləri isə həddən artıq ağır ifadələrinə, söyüşlərinə görə Qabilin öz-özünü yoxa çıxartdığını, daha doğrusu bildirib. Və amma bəziləri isə, dostlar isə, yaxınlar isə son bir neçə saatda qeyd edirlər ki, hər şey qaydasındadır. İşlərlə əlaqədar olaraq sadəcə olaraq efirdə görünmür. Daha bir maraqlı məqam isə Ramiz Mehdiyə qarşı ittihamlar irəli sürülməsindən sonra baş verənlərdir. Və bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyə və Prezident aparatının sabiq şöbə müdiri Əli Həsənov tərəfindən təmin edilmiş. Hazırda bu sistemin ifşası ilə söyüşçülər də qeybə çəkilməyə başlayıb. İndi görək gedişat nəyi göstərəcək dəyərli izləyicilər. Amarabati, Chandrika, Çentamani işbara. Qabil öz-özünü yoxa çıxartdı. Öz-özünü yoxa çıxartdı Qabil. Təsəvvürü görün nə qədər yalançılardılar bunlar. Deməli, sadəcə şou qurup insanları aldadırsınız. Ey sevinç lülüş qızı. Niyə şou qurup insanları aldadırsınız? Əgər sən həqiqətən insanlara doğru xəbər çatdırmaq istəsən, ən azından YouTube kanalımı bilirsən. Açıb baxmalıydın. Həqiqətən canlıya çıxıram, yoxsa çıxmıram. Sadəcə şou qurup cəmaatı aldadırsınız. Niyə? Təsəvvür edirsinizmi? Bu nədir? Bu sevincə deyil ki, nəsə mən bunu sevdim axır vaxtda. O Mehriban xanımın neydi onun? Mehriban xanımın porno ulduz rəfiqəsi var idi. Ha, Nadine Rod, Fransalı porno ulduz. Nadine Rod. Nadine Rod var, Nadine Rod. Gördünüz mü? Ay sağ ol. Yəni mən bu hakimiyyətə gəlsəm, bu mənim üçün həyəcan keçirən, mənim üçün özünü itirən, başını dağlara, daşlara döyən, bu Sevinç xanım bilmirəm Telman qızıdır, nə Lülüş qızıdır. Bunu kursa göndereceğim. Nadine Rod'un yanına, Fransalı seks ulduzunun yanına kursa göndereceğim bunu. Emi seni atacak. Tike. Düşeceksen. Tike. Olacaksan tike tike. Ay 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 ay. Buna bak buna. Değerli vatanlarım.
Hiç belə gülməmişdim. Deyir ki, bir tərəfdən deyirlər, Qabil öz-özünü yoxa çıxardı. O, Kentamani işbara. Bir tərəfdən də deyirlər ki, yox, o Ramiz Mehdiyevdən, nədir o, Əli Həsənov zərbə altında qaldığından bunların pulu qutarıbdır. Sonra da deyirlər, yox, başqa bir tərəfdə deyir ki, başqa bir tərəfdə deyir ki, yox deyir, Qabil işi ilə əlaqədar yoxa çıxıb. Qabil İlham qəbrini qazır, ha. Sevinç, sevinç. Sənin başına daş düşməsin elə. Ay Sevinç Telman qızı. Ay başına daş düşməsin. Başqa şey düşsün. Bu Qabil sizi niyə belə maraqlandırır? Hani mən söyüş blogeriyəm, hani mən tanımıram, nə bilim de, kiməsə lazım deyiləm. Cəmaat məni gülür, ələ salır. Nəyə görə özünüzü itiribsiniz siz? Niyə görə İlham Əliyev elə bir həftə deyil dalımdan bir ən profesional killer dəstəsini göndərmişdi? Niyə görə? Niyə görə? Ha? Oy, niyə? İndən sonra yaxşı görək nə arayacaqsın? İndi nə, killerlə qorxudurdunuz? Ha? İndən sonra başqa söhbətlər olacaq. Bu yaxın günlərdən sonra başqa söhbətlər olacaq. Yaxın günləri 2, 3, 5 gündən sonra. Sonra İlhamın anası Mələr qalacaq. Qabil bilir neyniyir. Yazıq Sevinç mənlərdən nara. Yazıq kişinin xasını görməyib ki. Elə gördüyü pedofil hakimiyyətdir. Necə deyirlər, o qadın alverçilərinə nə deyirlər? Pezəvənk hakimiyyət, pezəvənk. Sevinç Telman qızı da kişi görmək istəyir. Bir hakimiyyətdə bir kişi görmək istəyir. Sevinç, Müsavat TV, Sevinç, narahat olma. Qabil, kişi gələcək. Səni atacaq tikə, düşəcən tikə. Atacaq tikə, düşəcən tikə. Narahat olma. O gün az qaldı. Deyələmədən, bütün hökumət, bunu dünən paylaşardınız da. Dünən də gecəydi, hələ sırağa gün paylaşardınız da. Elşad bəy efir açan günü. Siz dəlisiniz, nəsiniz? Öyle nə deyirlər, Qabil 2 fərə tapılmıyor. Allah. Öz-özünü yoxa çıxardıb. Ya da Ramiz Mehdiyev zərbə altında qaldı. Bunların pulu kəsildi. Ostraqlar çıxıblar ki, Qabili tutublar, Qabili öldürüblər, Qabili qaçırdıblar, hətta öz dostları deyir. Və 50 dənə Azərbaycan hakimiyyətinə bağlı, baxımsız lazımsız kanallar məndən danışırlar. Hamısı da söyüş blogeri tırnaq içində Qabil yoxa çıxdı. Bəzilər deyir, öz-özünü yoxa çıxartdı, bəzilər deyir, Ramiz Mehdiyevin adamıymış, bəzilər də deyir ki, nə bilim, nə? 3 dənə versiya qoyurlar ortaya. Bir baxın, görün, Qabil efirdədirmi? Efirdə deyil. Siz bir təsəvvür edin ki, bir gün efirə çıxmadım, dalımıza bu boyda süpürgə qoşdular. Qoşmağa daha doğrusu çalışdılar. Əgər bir həftə 10 gün efirə çıxmasaq, bir göstərin görək, bir baxın görək, nələr olar, nələr olar. Bütün videoları izləyirlər, demirlər ki, Elşad Məmmədov var, bir adı göstərmişəm. Kinoda deyir, bu mənim, nə bilim, əskəriyə getməmək üçün o Cəbiş müəllimdə bazarda tuturlar, avlavuya düşür. Qayda ki, bu mənim CD kisəmdə daş, bu mənim böyrəyimdə daş, nə bilim, yeriyə bilmirəm, yerimə işləyirəm, falan filan. Dünən hələ o boyda canlı yayım eləmişim. 30-40 min adam baxıb ki, qəhbənin balaları. Deyirsiniz ki, danışır, söyüş döyən bloger, bu da mənim sənətlərim. Adımla bağlıyla ki, Ramiz Mehdiyev, bəmillər. Azərbaycan mətbuatına baxın. Demək ki, xaricdəki blogerlərlə bağlı maraqlı proseslər baş verir. Xüsusən onların özləri barədə məlumatlar yayırlar, videolar çəkirlər və bu məsələnin ictimaiyyətində. Yenə deyirəm, Ayçırıq özləri barəsində yox. Özü, Elşad Qabil barəsində. Aydındır, bir kişi. Səmləşdirib orada İlham Əliyevi qorxuya salmayın. Bir kişi, Elşad kişi. Məmmədovla bağlı xəbərlər var. Yoxa çıxıb, öldürülübmü deyə suallar geniş şəkildə yayılır. Müzakirələr bununla bağlı hansı formada öldürülməməsi onunla bərabər blogerlərin hazırladığı videoda öz əksini tapıb. Ayçırıq, yenə deyirəm, blogerlərin yox. Bloger Elşad Məmmədovun, ikiniz də mən bloger olmaq istəmirəm.
hazırladığı videoda öz əksini tapıb. Sosial şəbəkələrdə söyüş blogeri kimi tanınan Qabil Məmmədov yoxa çıxdığı haqda məlumat yayılır. Axarın xəbər verir ki, Qabil Məmmədov həmkarları canlı yayında ona zəng edirlərini ancaq Ayrıca həmkarları yox, həmkarı. Neçə nəfər? 2 Nevzat da var yanında. Arkada 2 Nevzat da var. Həmkarları yox, həmkarı. bunun cavab vermədiyini nümayiş etdi. Eyni zamanda onun ailəsinin də telefon zənglərindən cavab vermədiyi iddia edir. Qabil Məmmədov 2 gündür canlı yayın açmadığı da. Baxın, onlara basın. 2 gün yox, 1 gün. Cəmi 1 gün Qabil canlı eləməyib. Aydındır? Dalmaq olur. Oğlanın qeydiyyatı olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyalar veriblər. Əvvəlcədən bunu şou adlandırıb, Qabil ətrafındakıların növbəti oyunu hesab edib, hətta isə hədladı. Ay qəhbək, onu sən yaradırsan. Ay çırıq. Ay ağzından hamilə qalan. Ay arılan çırıq baldızını qayıran Raufun qəhbəsi, soskası. Belə xoşuma gəlir. Ki onu sən yaradırsan. Videoma bax. Gecə vaxtı məcburən canlı yayım açmışam. Canlıda da zəng eləyirəm. Deyirəm ki, Qabildən xəbər yoxdur gün ortadan bəri. Narahatıq. Və Qabilin dalınca killer gəlir. O şəkilləri də qoymuşam. Ay qəhbək, sən də həmişə... Yani bir sual ortadadır. Erşad Bey həmən günü mən yox idim həqiqətən. Mən də olsam o efir açardım. Efir açdı. Və sabah da Erşad Bey açdı ki, Qabil Bey artıq işinin başındadır, nə bilim nə. İndi sevinçlə Telman qızı zannəsən. Davayda indi denən ki, Erşad dedi ki, Qabil işinin başındadır. Bir gün cəmi efirə çıxmayıb, indi fəaliyyətindədir. Narahat olanlar olmasın ya və yaxud daha da olsun. Dedə indi bunu da dedə. Yaş yoxa çıxdığımı dedin, indi peyda olduğumu da dedə. Niyə demirsən ki, Azərbaycan üçün canını fəda edibdi, ermənilər başına pul qoyubdu, özünü tanıyandan Qabil orduda olubdu, onun haqqında danışan Erşad Məmmədov da 4 il orduda olubdu, o da Azərbaycanı sevən oğlandı, kişidir. Amma Erşada qarşıda bir Raufun arvadı qayıran, Azər Qayxanın arvadını qayıran, yeni müsabata maliyyə dəstəyi eləyən, alkogolik İbrahim Lehrəmski ona atıb, bunları niyə demirsən ki? Niyə bir tərəfli danışırsan? Ay qəhbə, madar eləyirsən də bunu demə. Dev apardığınız pulla çörək alırsınız. Qızlarınız, nəvələriniz, nə bilim, oğlanlarınız deyir ki, anam işdən gəldi, atam işdən. Soxum sizin yaşayışınızı. Qəhbə kimi yaşayırsınız. Pulla ovçunun arasında pulalıq edirsiniz. Qabilin özünü yoxa çıxartdığını, daha doğrusu isə gizlədiyini bildiriblər. Qabil məqam isə, maraqlı məqam isə ondan ibarətdir ki, Qabilin qarşı tamam ilə sürməsindən sonra bu hadisələr başlayıb, bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Media və Prezident Administrasiyasının Sadiq Şöbə müdürü Əli Həsənov tərəfindən Bunu deyirsən, deyir, adını sənə qoyub, səni yana qoyub. Mən qəhbə sevinç falan, heç belə demirdim, cavablar eləyirsən bunları deməyə. Əli Həsənovu görmüşsünüz də, bu kimdir? Bu kimdir? Bu baldızını qayıran müxalif fikirli Rauf Oğraşın oğludur. Bu da bığına soxduğum arvadı qəhbə alkogolik Əli Həsənovdur. Aydındır. Və bunlar neynirlər? Görüşürlər, Əli Həsənovla yan-yanadır. Qəhbə sevinç qızı da deyir ki, blogerlərə Əli Həsənov maliyyə göstərir. Olam, bir dənə şəkil qoyunda Əli Həsənovla, bir dənə nə bilim çek, Western Union'dan pul göndərmə əməliyyatını göstərin ki, Əli Həsənov Elşada, Qabilə pul qoyubdur da. Ay qəhbələr, bəs durun da. Sonra deyir ki, siz söyüşdən qayıt tutursunuz. Söyüş olanda İlham Əliyevin gönlündə uzalırsınız. Neyini sizi tərifləməyə başlayayım mən. Deyim Allah Rauf Arifoğlu'ndan razı olsun. Ne diyeyim başlayayım tərifləməyə ki Sevinç Telman qızından yoxdur, o yet jurnalisti. Ne diyeyim Sevinç? Ağzıma verməsəm akşam rahat yata bilmirsən. Rauf arvadımın qızının dilinin üstünə vətən xali ediblər. Əli Həsənov İlham Əliyevin sağ əli olub. Gicdullah bunlar nədilər? Ramiz Mehdiyev İlhamın sağ əli olub. Əli Həsənov İlhamın sağ əli olub. İndi məlum olur şamsı qəhbə çıxır. Da neyini İlham Əliyev öz yan yörəsinə qəhbələri yığıb. O günahı məndədir. O günahı Qabilindədir. Götlərindən poq ayrı çıxan kimi Ramiz Mehdiyev blogerlərə pul verir. Götlərindən poq ayrı çıxan kimi Əli Həsənov blogerlərə pul verir. Aydındır. Ola imkan ver, danışırsan vay, danışmırsan vay. Mənim şəklimi qoyur. Onlarına açma cavab vermir. Onunla bağlı bir rahat atıyorum. Mənim videomu qoyur. Bəzər qeydilər ki, yox, hər şey qaydasındadır. Arkada da killərin şəklini qoymuşam. Ki, Qabil bu şəkili paylaşırdı. Bu bundan danışmır ki, danışan blogerin arxasındakı şəkil haqqında DTK-ya, polisə müraciət edilir ki, Azərbaycanlıdır, Qabil orduya canını qoyub, Elşad 4 il orduda olubdu və onların dalıyla killer gedibdi. Məhəmməd Mirzəli vuruldu, saxlandı, Vidadi İskəndərli öldürüldü. İndi növbəti dəfə Almaniya ilə aramızda problem yaranmasın, killer gedibdi və Elşad Məmmədovun başının arxasındakı şəkil killərin şəkilidir. Bloger Elşad Məmmədov müraciət edir ki, bu adam Qabili öldürməyə gəlib. Bunu demir. Yəni bunun adı nədir? Qəhbəlik. İndi burada nə deyir? Ramiz Mehdiyevin deyir tutulmağına görə, qəhbəlik dərəcəsinə baxı sevinçdə. Ramiz Mehdiyevin deyir tutulmağına görə Qabil Məmmədov yoxa çıxıb.
Ona gör, başlığa da bak. Buna ana var yoxsa işte. Buna bak. Təhsili Qabil Məmmədov yoxa çıxdı. Öldürülüb. Kendim ağzıma vermeye. Düz deyir də Yaşad qardaş da düz deyir də təmiz söhbət eləyək də dəyərlənətələr. Bu deyir Ramiz Mehdi bizə, Əli Həsənov bizə maliyyə yardım. İlham Əliyevin ətrafı hamısı qəhvə olub da. İndi də zaten onlar həbs olunmayıbsa, işgən türmədə deyilsə, pusat dolar villalarında kofiyə udumlayıb kayf eləyirlər. Elə deyil. Yaxşı tutaq ki, İlham Əliyev vətən xaini olmayıb bu. Əli Həsənov da, Ramiz Mehdiyevdən, Nəcmədən Sadıqov kimlər vətən xaini deyilmi? Ay sağ ol. Elə deyirlər də, mən demirəm, özləri deyirlər. Bəs onlar niyə həbsdə deyil? Villalarda kayf eləyirlər. Qaldı ki, burada bir şey də var. Bu bizə pul göndərdi, müdafiə, nədir o şey, Əli Həsənov və Ramiz Mehdi bizə pul göndərdi. Gic yığınıcı, dəlisiniz nəsinizə. Mən burada, kim nə pul göndərdi bana, kim nə pul göndərdi burada demişəm. Kimsə deyəməz. Kimsə deyəməz. Deyək ki, adam bilmək istəmirdi. Amerikadan göndərsə demişəm Türkiyədən, Türkiyədən göndərsə demişəm Azərbaycana, belə demişəm. Amma burada 300, 500, 200, 100 manat nə gəlibsə onu demişəm. Demədiyim summa olmuyor. Sadəcə olaraq Qabil buna qollarım yara olub. Budur bax, qoy göstərim siz. Qollarım yara olub buna bax. Görürsünüz, dəyərlənmir. Qollarım buraları yara olub. Ramiz Mehdiyev Qabilə pul göndərir. Qabil qırıq kresloda çıxış eləyir. Hələ başqa şeylər demirəm. Canlara yaxın adamlar bilirlər. Onlar başqa şey demək istəmir. Nəsə o uğraşlar bilməsə yaxşıdır. Qabil burada şeydir. Dəlisiniz. Ramiz Mehdiyev Qabilə pul göndərir. Bir dənə çek qoyun da ortaya. Bir dənə nətər Ramiz Mehdiyev, Əli Həsənov bizə pul göndərir. Eləmi? O da hər ikisi ölkədədir. Eləmi? Sizin bir dənə deyəmişsiniz Qabilə atdığın çekin bir dənə, pul atdığın çeki bir dənə mənə deyir. Siz buna təsir elə bilmirsinizsə, bir dənə 86 yaşında pampeşli adamı siz əlindən bir çek ala bilmirsinizsə, Əli Həsənovdan əlindən bir çek ala bilmirsinizsə, xalqa göstərəm da, bu Ramiz Mehdiyev Qabilə pul göndərib, bax, ala, bax, bunu göndərib. Mən loxam, mən loxam mı mən? Ramiz Mehdi mənim dalımda dura, mən 3 ildən 3 il bir köynəkdən efirə çıxam. Budur da, hamınız bilirsiniz də, mənim kompüterlərimə bələdsiniz, telefonuma bələdsiniz. Eləm, geri zəkalıları. Buna mayka yoxdur, əynimdə o mayka yoxdur, görürsünüz. Bir dənə maykam var, yüyəndə, solanda, quruyanda, qurutmayanda geyinəmirəm. Yəni, sudur. Fikir, Ramiz Mehdi. Mənim Wi-Fi-im belə yox idi, xarab olmuşdu. Polislər verdi o Wi-Fi mənə. Polislər verdi mənə. Dəlidirlər. Daha problem olmayacaq internet. Polislər mənə Wi-Fi bağışladı. Kriminal Wi-Fi bağışladı. Öz də bez limitdir. Yəni, sadəcə adam dəli olur, adam yanıb yaxılır ki, bir sənətlər, bu qədər böhtan olar mı? Mikrofonum 150 eurodur bu mikrofonda, bunun başında o burada. 150 euro. Bir tərəf xarab olubdur. Bir tərəf, mən bizə çox şey efirə verirəm də. Səsim düz əməlli çıxmır, çoxdandan xarab olub da bilirsiniz. Mən çox azən gələm, sola tut, bura tutmalıyım. Bura tutanda, elə bura tutanda olmur. Gələk bu tərəfdən tutsam, 2 dənə mikrofon da bir. Sadəcə, mən o qədər loxam Ramiz Mehdiyev kimi dalımızda adam durmuş olsaydı, mən onunla həyat fəaliyyətini düzəldənməzdim. Ramiz Mehdiyev dalımda durub, mən 800.000 manatlıq maşın sürərdim mi? Ramiz Mehdiyev mənim dalımda durub. Ramiz Mehdiyev mənim dalımda durub. Ramiz Mehdiyev mənim dalımda durubsa, elementar,
Mən belə plafonda, belə 3 evroluq əldə qayırma plafonu ala bax. Göstərə biləcəm sizə. Ala. Ala. Belə qırıq ama. Ala. Qırıq plafonda görürsün. Qırıq plafonda elə qırıq lambiçkada dünən də deyirlər niyə görə qaranlıq deyir. Qırıq lambiçkada mən durub bura çıxış eləyərəm. Dəlidirlər mənlər. Sadəcə bir adamı gülməyi tutur bunlar. Bilirsinizmi? Əvvəllər müxalifət olmayıb. Zaten olanda da götü poxlu olubdu müxalifətin. Hər cürə götlərini zorla qoşa biliblər, açıq səmimi olmayıblar. Xalqla birə-bir yaxın olmayıblar. Köhnə sistemlər, lap Əli Kərimin özü olsun, köhnə sistemin adamıdır. İndiki insanlar onu sevməzlər. İndi uşaqlar çox bicləşiblər, gənclər çox biraz başqa təfəkkürlüdürlər bunlar. Özündən olanın yanında olur. Halindən anlayanın yanında olur. Əli Kərim o Brejnev zad danışırdı o vaxtı, Qarbaçov, Brejnev, Heydər Əliyev, nə bilir İlhamın özü, o dalda başqa oyun gedir, danışığı başqadır, əməli başqadır, əməli pazdır, danışığı nə bilim güldür. Belə şey istəmir artıq xalq. Siyasətdən iyrənib xalq, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Bunlar da bizə pişik dozlar gələr, hər nəsə başını buraxın. Yaxşı olacaq dostlar. Deməli, baxaq görək, Sevinç Zırıq qızı alıb əlinə nə deyib? Bayırda oturdu, mənə yaxşıdır paltoda. Baxın. Baxın, ay millət. Azərbaycan mətbuatına baxın. Bax. Proseslər baş verir. İndi də demək ki, xaricdəki blogerlərlə bağlı maraqlı proseslər baş verir. Xüsusən onların özləri barədə məlumatlar yayırlar, belə deyək də videolar çəkirlər və bu məsələni də ictimailəşdirirlər. İndi də Yenə deyirəm, ay Zırıq, özləri barəsində yox. Özü Elşad Qabil barəsində. Aydındır, bir kişi. Cəmləşdirib orada İlham Əliyevi qorxuya salmayın. Bir kişi, Elşad kişi. Aydındır, dalına qulaq asaq. demək Qabil Məmmədovla bağlı xəbərlər var. Yoxa çıxıb, öldürülübmü deyə suallar geniş şəkildə yayılır və hər kəs bu məsələyə bağlı müzakirələr aparmaqdadır. Bundan bağlı demək ki, video da var. Demək həmin o videoda hansı formada Qabil Türkoğlu'nun öldürülməməsi onunla bərabər demək fəaliyyət göstərən blogerlərin hazırladığı videoda öz əksini tapıb. Ay Zırıq, yenə deyirəm, blogerlərin yox. Bloger Elşad Məmmədovun, ikinci də mən bloger olmaq istəmirəm. Ben görə Sevinç Zırıq qızı nə deyir, sonra siqaret yandıraram. Məmmədovun yoxa göstərən blogerlərin hazırladığı videoda öz əksini tapıb. Sosial şəbəkələrdə söyüş blogeri kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı haqda məlumat yayılıb. Axaraz xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərini ancaq... Ay Zırıq, həmkarları yox, həmkarı. Neçə nəfər? Neçə nəfər? Killerzat da var yanında. Arkada Killerzat da var. Həmkarları yox, həmkarı. Onun cavab vermədiyini nümayiş etdiriblər. Eyni zamanda onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib. Qabil Məmmədovun 2 gündür ki, canlı yayım açmadığı da. Baxın, otağa basır. 2 gün yox, 1 gün. Cəmi 1 gün Qabil canlı eləməyib. Aydındır? Dalına qolaq. Kullanıb qeyd edək ki, olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyalar veriblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakilərin növbəti oyunu hesab edib. Bəziləri isə həddən artıq ağır. Ay qəhbə, şounu sən yaradırsan. Ay Zırıq. Ay ağzından hamilə qalan. Ay arvadı Zırıq, baldızını qayıran Raufun qəhbəsi, soskası. Belə xoşuma gəlir. Şounu sən yaradırsan. Ay Zırıq, videoma bax. Gecə vaxtı məcburən canlı yayım açmışam. Canlıda da zəng eləyirəm. Deyirəm ki, Qabildən xəbər yoxdur. Gün ortadan bəri narahatıq və Qabilin dalıyca killer gəlib. O şəkilləri də qoymuşam. Ay qəhbə, indi sən də həmin şəkili ora qoymusan.
Niyə demirsən ki, Azərbaycanlıdır, Azərbaycan üçün canını fəda eləyibdi, ermənilər başına pul qoyubdu, özünü tanıyandan qabil orduda olubdu, onu haqda danışan Elşad Məmmədov da 4 il orduda olubdu, o da Azərbaycanı sevən oğlandı, kişidir, amma Elşada qarşı da bir Rauf'un arvadını qayıran, Azər Rayxanın arvadını qayıran, yeni müsavata maliyyə dəstəyi eləyən, alkogolik İbrahim Nehrəmski ona atıb. Bunları niyə demirsən ki? Niyə bir tərəfli danışırsan? Ay qəhbə, ay ağzından hamilə qalan sevinç cırıq qızı. Bağdar edirsən də bunu deməyə. Gedək danışın. Allah nə qədər qəhbə qayrazıyor. Siz soxum sizin o evə apardığınız o pulla çörək alırsınız. Nə qızlarınız, nəvələriniz, nə bilim oğlanlarınız deyir ki, anam işdən gəldi, atam işdən. Soxum sizin yaşayışınıza. Qəhbə kimi yaşayırsınız. Ovla ovçunun arasında tolalıq edirsiniz. Siz qəhbələrə görə də bax görürsüz sigaret aldım. Dünən 3-4 dənə çəkmişəm. Bugün də ikincini çəkəcəm. Görək sonra nə deyir cırıq. Hara getdi o bunun səsi? Yoxa çıxartdığını, daha doğrusu isə gizləndiyini bildiriblər. Bax, David məqamı isə maraqlı məqamı ondan ibarətdir ki, Necə qabili və qarşı ittihamlar irəli sürülmək bax, görə gizlədi. Davidin özünü yoxa çıxartdığını, daha doğrusu isə gizləndiyini bildiriblər. Daha bir məqam isə, maraqlı məqam isə ondan ibarətdir ki, Ramiz Mehdiyə qarşı ittihamlar irəli sürülməsindən sonra bu hadisələr baş verib. Bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyə və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin Bunu deyirsən, hə? Bu sistemin ifşası ilə Deyir, adımı sənə qoyum, səni yana qoyum. Ay qəhbə sevinç. Ay sevinç, ay ağzından hamilə qalan. Heç belə demirdim, necə vadar elirsən bunları deməyə. Ay ağzından hamilə qalan soska sevinç cırıq qızı. Nə kim tərəfindən maliyə olunur? Əli Həsənov tərəfindən. Bir buna qulaq asaq təzdən. baş verib. Bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyə və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilmiş və hazırda bu sistemin ifşası ilə Təzdən. Blogerlərinin maliyyəsi Ramiz Mehdiyə və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilmiş və hazırda bu sistemin ifşası ilə söyüşçülər və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilmiş və hazırda bu sistemin ifşası ilə söyüşçülər də qeybə çəkilməyə başlayıblar. İndi görək ardıcıllıq necə olacaq? Demək, digər blogerlər də ona zəng edirlər, telefon zəngini açmır, cavab vermir. Bununla bağlı da bir ajantaj yaradılıb, amma bugün də indi onların bəziləri qeyd edirlər ki, yox, hər şey qaydasındadır, işlərinlə əlaqədar Baxın dostlar. sistemin ifşası ilə Deməli, Əli Həsənovu görürsünüz də, bu kimdir? İndi görək ardıcıllıq Bu kimdir? Bu baldızını qayıran müxalif fikirli Rauf Oğraşın oğludur. Bu da bığına soxduğum arvadı qəhbə alkogolik Əli Həsənovdur. Aydındır. Və bunlar neynirlər? Görüşürlər. Əli Həsənovla yan-yanadır. Qəhbə sevinç cırıq qızı da deyir ki, blogerlərə Əli Həsənov maliyyə göstəribdi. Oğlan, bir dənə şəkil qoyunda Əli Həsənovla, bir dənə nə bilim çek, Western Union'la pul göndərmə əməliyyatını göstərin ki, Əli Həsənov Elşada, Qabilə pul qoyubdu da. Ay qəhbələr, bəstürün də. Sonra deyirsiniz, söyüşdən kayıf tutursunuz. Söyüş olanda İlham Əliyevin gözündə uzalırsınız. Neyniyə sizi tərifləməyə başlayayım mən? Deyim Allah Rauf Arifoğlu'ndan razı olsun. Ne diyeyim daha başlayayım tərifləməyə ki Sevinç Telman qızından yoxdur. O yek jurnalisti. Nedir Sevinç? Ağzıma verməsəm akşam rahat yata bilmirsən. Rauf arvadımın qızımın dilinin üstünə hər gün çiləməsəm akşam rahat yata bilmirsiniz. Qəhbənin balaları. İndi bir də buna baxın hələ. Bir də hələ tema var burada. Buna bax. Deyəm bunu söndürüm. Bu da Əli Həsənov da vətən xaini eləyiblər. Əli Həsənov İlham Əliyevin sağ əli olub. Gicdullahdılar bunlar nədilər? Ramiz Mehdiyev İlhamın sağ əli olub. Əli Həsənov İlhamın sağ əli olub. İndi məlum olur ki, hamısı qəhbə çıxıb. Da neynim İlham Əliyev öz yan yörəsinə qəhbələri yığım. Onun günahı məndədir.
Onun günahı Qabildədir. Ala bilən götlərindən poxayırı çıxan kimi Ramiz Mehdiyev blogerlərə pul verir. Götlərindən poxayırı çıxan kimi Əli Həsənov blogerlərə pul verir. Aydındır? Ola imkan ver, danışırsan vay, danışmırsan vay. İndi burada nə deyir? Deyir Ramiz Mehdiyevin deyir tutulmağına görə qəhbərliyin dərəcəsinə baxır sevincdə. Ramiz Mehdiyevin deyir tutulmağına görə Qabil Məmmədov yoxa çıxıb. Ona oy gör başlığa zada bax. Promo ana var yox söyüşdü buna bax. Təzili Qabil Məmmədov yoxa çıxdı, öldürülüb. Tema yox deyə danışmağa, öldürülüb. Yox, gəlib ağzıva verməyə. Bir nəmələ eləyə bilərsən belə, belə iki nəmələ vurursunuz. YouTube bizi öne çıxardı. Aydındır. Hələ görə burada nədir? Buna bax. Demişəm axı nə qədər quşlayacaqsınız, maşında gedə-gedə qulaq asıram, quşxanavızı dağıdacam. Mənim işim gücüm ancaq sizləndir. Bax belə 800-dən çox insan baxır. Bax belə 2 dənə belə vurursunuz. 2 dənə belə vurandan sonra efirə YouTube bizi öne çıxardır. Qəşəng. Qoy bilinsin də Qabilin bir yaxşı sözü var, deyirlər söyüşdür Qabil. Ağ götlə qara göt bilinsin. Ay belə. Gör nəyi gündəm eləyirlər. Bir dənə belə eləyə bilərsiniz belə. Hə, deməli, baxın sizə nə göstərirəm. Bax. Dünya şöhrətli prezidentdən medal almış Rauf Oğraşınoğlu. Bu da Əli Həsənov. Aydındır. Burasına bir də qulaq asaq. Aha. Peki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyev və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilirmiş və hazırda bu sistemin ifşası ilə söyüşçülər də qeybə çəkilməyə başlayıblar. İndi görək ardıcıllıq necə olacaq? Demək, digər blogerlər də ona zəng edirlər, telefon zəngini açmır, cavab vermir. Bununla bağlı bir ajataj yaradılıb, amma bugün də indi onların bəziləri qeyd edirlər ki, yox, hər şey qaydasındadır. İşlərindən əlaqədar olaraq demək ki, meydana çıxmır. Ay qəhbə, ay ağzından hamilə qalan. Bu da belə uca məcburam. Bu formada səni təhqir eləmirdim, amma görürəm ki, söyüldükcə İlham Əliyevin, söyüldükcə prezident aparatında Hikmət Hacıyevin gözündə ucalırsınız. Hikmət Hacıyevin də arvadının dilini üstünə qutarım. Raufun da arvadının dilini üstünə qutarım. Əli Həsənovun da arvadının dilini üstünə qutarım. Necədir? Əli Həsənovun qızının ağzına verim. Rauf Arifoğlu'nun dünya qızının ağzına verim. Necədir? Ləzzət eləyir. Sevinç Cırıq qızı dilivin üstünə çiliyim. Necədir? Ləzzət eləyir. Nə qədər mənim adımı çəkəcəksiniz, nə qədər mənim üstümdən manipulə eləyib pul qazanmağa çalışacaqsınız, çıxıb arvadlarınızın ağzına verəcəm, sevin, səni də dilimin üstünə çiliyəcəm. Necədir? Ləzzət eləyir. Çıx yenə danış. Yaxşı? Çıx danış. Onsuz da mən and olsun Allaha deyirəm, nə Qabilə baxıram, nə Qənimət bəyə baxıram, nə Sevinç Osman qızına baxıram. Yəni Avropadan danışanlar da başa düşdünüz. Nə digər blogerlərə baxıram. Mən ancaq səhər-səhər prezident aparatından, bax bu prezident aparatından görürsünüz, əvvəl Əli Həsənovdan maliyyə alırdı, indi Hikmət Hacıyevdən alır. Mən səhər-səhər bunlara baxıram və bunlarla da bazlığımı eləyib qutarıram. Rahatcana bazlıq eləyəm, qutarana yaxında bir şey hiss eləyirlər ki, qutardım. Dala bilət. Nə bilim ala, nə qədər dəliqə ayıracam ala mən. Deməli, baxın, sizə nə göstərirəm. Kimdir günahkar? Kimdir günahkar? Bax, bu qəhbənin balası prezidenti medal alıb prezidentdən. Sonra da deyir ki, blogerlər, dostları, bir dənə mən deyirəm, video çəkmişəm. İndi o birisilər də çəkəcək, çəkməyəcək, daha gecdir. Amma fakt budur ki, Ramiz Mehdiyevlə də Əli Həsənov bratka olub. Bu Ramiz Mehdiyevin sağ ali Əli Həsənov və Əli Həsənov da gəlir hara, medal verir, sənət verir kimə? Rauf Oğraşınoğlu'na. Birbaşa əsaslandırıram da, bax, prezidentlə Əli Həsənov, Ramiz Mehdiyevlə Əli Həsənov və nəticədə də Əli Həsənovla deməli Rauf Oğraşınoğlu. Sonra deyirlər ki, blogerlərə pul ver. İndi sizə nə göstərirəm? Deməli bunu belə söndürürük.
Aha, bunu söndürürük. Bir daha ekrana tıklayın. Yoxsa mən cənab prezidentin sözündən çıxmaram. Dövlətimizə, dövlətçiliyimizə qarşı çıxmıram. Mən dövlət üçün, bax bu şeyləri vermirlər. Mən Azərbaycan dövləti üçün 4 il könüllü gedib vuruşmuşam. Qardaşım qazi olub. Haqsızlığa görə Azərbaycanda ağzımı tikmişəm. Ay qəhbə sevinç. Əlimdə qanuni sənədlərim var. Siz ki, mənim bir dənə çıxışımı gündəm eləyib, yeni musavata çıxardınız ki, Qabil yoxdur. Hansı ki, səhərsi gün Qabil canlı yayımda olub. Ay qəhbələr, və mənim problemimi niyə işıqlandırmırsınız? Hansı ki, zamanında məni orada şantaj eləmişsiniz. Görə Sevinç Zırıq qızı sonra nədir? Baxın. Nəticəsi necə olacaq və bu məsələ Qabilin növbəti demək oyunu kimi də qiymətləndirilə bilər deyə sosial şəbəkə istifadəçiləri bununla bağlı da bir ajotaj yaradır. Bax. Prezident administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilirmiş və hazırda bu sistemin ifşası ilə söyüşçülər də qeybə çəkilməyə başlayıblar. İndi görək ardıcıllıq necə olacaq. Demək, mənim şəklimi qoyub, bax görürsünüz. Telefon zəngini açmır, cavab vermir. Bununla bağlı da bir ajotaj yaradılır. Mənim videomu qoyub. Onların bəziləri qeyd edirlər ki, yox, hər şey qaydasındadır. Görürsünüz, arxada da. İşlərlə əlaqədar olaraq demək meydana çıxmır. Arkada da killerin şəklini qoymuşam ki, Qabil bu şəkili paylaşırdı. Bu qəhbə bundan danışmır ki, danışan blogerin arxasındakı şəkil haqqında DTK-ya, polisə müraciət edirik ki, Azərbaycanlıdır, Qabil orduya canını qoyub, Elşad 4 il orduda olubdu və onların dalınca killer gedibdi. Məhəmməd Mirzəli vuruldu, saxlandı, Vidadi İskəndərli öldürüldü. İndi növbəti dəfə Almaniya ilə aramızda problem yaranmasın, killer gedibdi və Elşad Məmmədovun başının arxasındakı şəkil killerin şəklidir. Bloger Elşad Məmmədov müraciət eləyir ki, bu adam Qabili öldürməyə gəlib. Bunu demir. Yəni bunun adı nədir? Qəhbəlik. Aydındır? Bunun adı qəhbəlikdir. Aydındır? Bax. Necə olacaq? Demək, digər blogerlər də ona zəng edirlər, telefon zəngini açmır, cavab vermir. Bununla bağlı da bir ajotaj yaradılıb. Amma bugün də indi onların bəziləri qeyd edirlər ki, yox, hər şey qaydasındadır. İşlərinlə əlaqədar olaraq demək ki, meydana çıxmır, efir vermir və s. və axır. Amma indi nəticəsi necə olacaq və bu məsələ Qabilin növbəti oyunu kimi də qiymətləndirilə bilər deyə sosial şəbəkə istifadəçiləri yazırlar bu barədə. Dəyərli izləyicilər, əslində isə bu ardıcıllığın bu formada olması diqqəti cəlb edir. Yəni bu ərəfədə demək ki, Ramiz Mehdiyev, hansı ki adı xaricdəki blogerləri maliyyələşdirməkdə, onlara hakimiyyət daxilindən müəyyən özəl eksklüziv informasiyaları ötürməkdə hallanırdı. Eyni zamanda da belə bir ərəfədə həm də onlarla bağlı məsələ də yenidən gündəmə çıxıb. Görək indi bu məsələnin yekunu nəticəsi necə cərəyan eləyəcək dəyərli izləyicilər. Bu arada isə daha bir xəbər, yenə Ramiz Mehdiyev demək ki, xaricdəki blogerlərlə bağlı maraqlı proseslər baş verir. Xüsusən onların özləri barədə məlumatlar yayırlar, belə deyək də videolar çəkirlər və bu məsələni ictimailəşdirirlər. İndi də demək Qabil Məmmədovla bağlı xəbərlər var. Yoxa çıxıb, öldürülübmü deyə suallar geniş şəkildə yayılır və hər kəs bu məsələ ilə bağlı müzakirələr aparmaqdadır. Bununla bağlı demək ki, video da var. Demək həmin o videoda hansı formada Qabil Türkoğlu'nun öldürülməməsi onunla bərabər demək ki, fəaliyyət göstərən blogerlərin hazırladığı videoda öz əksini tapıb. Sosial şəbəkələrdə söyüş blogeri kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı haqda məlumat yayılıb. Axaraz xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərini, ancaq onun cavab vermədiyini nümayiş etdiriblər. Eyni zamanda onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib. Qabil Məmmədovun 2 gündür ki, canlı yayım açmadığı da vurğulanıb. Bir gün bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyalar veriblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakıların növbəti oyunu hesab edib. Bəziləri isə həddən artıq ağır ifadələrinə, söyüşlərinə görə Qabilin özünü yoxa çıxartdığını, daha doğrusu isə gizləndiyini bildiriblər. Daha bir məqam isə, maraqlı məqam isə ondan ibarətdir ki,
Ramiz Mehdiyevə qarşı ittihamlar irəli sürülməsindən sonra bu hadisələr baş verib. Bəzi iddialara görə xaricdəki söyüş blogerlərinin maliyyəsi Ramiz Mehdiyev və Prezident Administrasiyasının sabiq şöbə müdürü Əli Həsənov tərəfindən təmin edilirmiş və hazırda bu sistemin ifşası ilə söyüşçülər də qeybə çəkilməyə başlayıblar. İndi görək ardıcılıq Qeybə çəkilməyə. Demək, digər blogerlər də ona zəng edirlər, telefon zəngini açmır, cavab vermir. Bununla bağlı bir ajantaj yaradılıb, amma bugün də indi onların bəziləri qeyd edirlər ki, yox, hər şey qaydasındadır. İşlərinlə əlaqədar olaraq demək ki, meydana çıxmır, efir vermir və s. Amma indi nəticəsi zəngini açmır, cavab vermir. Bununla bağlı bir ajantaj yaradılıb, amma bugün də indi onların bəziləri qeyd edirlər ki, yox, hər şey qaydasındadır. İşlərinlə əlaqədar olaraq demək ki, meydana çıxmır, efir vermir və s. Amma indi Yəni anladınız nə demək istəyirəm? Bu məsələ qabilin Bax, bilirəm ki, bu efiri yenə Sevinç Cırıq qızı izləyəcək. Ağzından hamilə qalan Rauf Oğraşoğlu'nun soskası. Mən demişəm də, Rauf yeni müsavatda tərpənən hər şeyi qayırıbdır. Hətta qardaşının cırığını belə qayırıbdır. Ona görə qardaşı Azər Ayxan ondan ayrılıb qəhbə söhbətinə görə qardaşla qırğın salıblar ki, Azər Ayxan xəbər tutub ki, bunun yeni müsavatda qəhbəsi işləyirmiş. Həmin qəhbəsini qardaşı qayırıb. Ona görə ki, qardaş dalaşıblar və Azər Ayxan həl-hazırda, hansı ki, İbrahim Nehrəmlidən həmişə rüşvət alıb məni şantaj eləyən, bax bu Oğraşın oğlu Oğraş, bax bu, deyən göstərim, bax bu Oğraşın oğlu Oğraş, bax. Yəni bunlar hamısı faktdır, başa düşürsünüz? Bu faktdan qaçıb gizlənmək olmur. Yəni bunlar qəhbə adını qazanıblar. Bax, bütün qəhbəliklərin də başında bu dayanır, bax bu. Bütün qəhbəliklərin başında bax bu alkoqolik arvadı qəhbə İbrahim Nehrəmli dayanır. Bax görürsünüz, nə qəşəng. Mən də Avropaya gələndən bax burada zibil təmizləmişəm, görürsünüz? Küçələrdə qar təmizləmişəm. Mən şeydən maliyyə almışam. Mən burada zibil təmizləmişəm. Mən burada 9 ay oxumuşam. Qab yumuşam. Sonra nə bilim yemək pişirmək öyrənmişəm. Gastronomda oxumuşam ki, özümə bir balaca obyekt açım. Hansı ki, Rauf Oğraşın oğlu arvadı qəhbənin burada obyektləri var. Və bu da həmin o Azər Ayxandır. Qəhbəsi Rauf tərəfindən qayrılmış. Azər Ayxan İbrahim Nehrəmli ilə bərabər. Aydındır? Yəni bunlar qaçılmaz faktlardır. Bax bu da mənim sənədimdir. Ay Cırıq, Sevinç Cırıq qızı. Bax bu mənim maliyyə arayışımdır. Həmin bu Azər Ayxanın yoburu, arvadının yoburu İbrahim Nehrəmli məni şantaj eləyib. Bu mənim bax sidik öd kisəmdə daş olmağıdır. Bu mənim axşamlar yerimə işəməyim haqqında sənədimdir. Qəhbə. Aydındır? Yəni qəhbəlik eləməklədir. Bu da sizin yeni müsavatın baş sponsorlarından olmuş arvadı qəhbə, qızı yaşda qızlarla bazlıq eləyən İbrahim Nehrəmlidir. Aydındır? İndi neyniyək, nətər eləyək? Qaçıb gizlənirlər falan filan. Deyə, bu da mənim maliyyəm. Qab yumuşam. İt poxu təmizləmişəm, qar təmizləmişəm. İndi də pis yaxşı bir iş tapmışam. Ora-bura şəhərləri gəzirəm. Görürsünüz, 2 gün qabaq Cenevrədəydim. Sonra gəldim şeyə, nədir adını sən söylə. Deməli, Berinə getdim. Yəni bax belə, sərin-sərində maşınımda gedə-gedə sizi izləyirəm. Aydındır, indi nə istəyirsiniz ki? Niyə qaşınırsınız ki? Niyə? Bax, mən deyirəm, bax, yenə də altını çizərək deyirəm. Qaçıb gizlənirlər. Ramiz Mehdiyevə görə yoxa çıxırlar. Qəhbəlik eləyirsiniz. Sevinç, dilivin üstünə qutarım. Sevinç, dilivin üstünə qutarım. Ərün gəlsin, deyirlər, Ərün yaxşı kişidir. Yaxşı kişinin arvadı, Oğraşın arvadı qəhbənin yanında işləməz. Aydındır, Sevinç. Deyirlər, əri yaxşı kişidir. Yaxşı kişinin arvadı şər atmaz. Yaxşı kişinin arvadı qəhbəliklə evinə çörək aparmaz. Ərin pul qazana bilmir, səni göndərib ki, ged Raufun yanında qəhbəlik elə. Evə pul gətir, Sevinç, hə?
Hər gün mən sənin ağzıma verməsəm, hər gün mən Raufun, bax Raufun, bax. Raufun bu dünya qızı var, Bax, Raufun dünya qızı hanı? Hələ Raufun dünya qızından qabaq, hələ bunun arvadının ağzına verim. Verilişin baş sponsoru Naxçıvanda eşşəyin dalına Sibelcanın şəklini qoyub bazlıq eləyən, Bakıya 90'larda gəlib sasikan salafanı ilə yiyən, özündən 5 yaş böyük bir qəhbəni alıb, ona atıb, sonra gəlib babat şeylər qayıran, alkogolik İbrahim Nehrəmskidir. Necədir? Ləzzət eləyir. Və sevinç. Bunun da arvadının ağzına verirəm. Götü çatır gəlsin də, gəlsin zəng eləsin ki, abba mən Nehramlı. Gəlmişəm, sən mənim hər gün arvadımın ağzına verirsən. Qızımın ağzına verirsən. Gəlsin də, gəl sözünü Bakıda denən, burada denən. Orada da demişəm, prezident aparatının qarşısına yorğan döşək atmışam. Ondan sonra ağzımı tikmişəm. Aydındır. Və siz indiyənə kimi də görürdünüz ki, bu qəhbənin balasına görə İlham Mehriban söylür, onu da kozur tutmuş. Bax, prezident aparatının qabağında yorğan döşək atmışam. Ay qəhbə, bundan da denəndə, ay cırıq, ay ağzından hamilə qalan. Bax, Azərbaycanda, bax bu qədər mətbuatda mənim deməli problemlərim işıqlanıb. Azərbaycanda mətbuat konferansları keçirmişəm. Qarşımda 3000-dən çox məktub var. Məktublarım gedibdir Nehrəmli xətkeş sədaqətin yobru, deməli Süleyman İsmailovun arvadının amcellasına. Bu arvadı qəhbiyə görədir. Necədir? Ləzzət eləyir. Gəlin bura. Ünvanını söylürəm. Gəlin bura deyin ki, məni söymüsünüz. Denən ki, prezident aparatının qabağında gəl sözünü Azərbaycanda de. Qəhbənin balaları de. Azərbaycanda deyəndə belə olubdur da. Körpə uşaqlarımın gözünün qabağında 5 dənə anası arvadı qəhbə. Anası arvadı qəhbə polislər məni aparıbdır. İndi mən də deyirəm ki, ay sevinç, dilimin üstünə qutarım. Ay Rauf, arvadımın ağzına verim. Qızımın dilinin üstünə qutarım. Ay Cavid Qurbanov, arvadımın anavın ağzına verim. Ay Vilayət Eyvazov, ölmüş bacımın ruhuna soxun, buna görə. Necədir? Ay Kamran Əliyev, məni qəbul edib haqlı sayan arvadı və 2 dənə qəhbə qızı. Arvadımın qızlarının ağzına verim, generallığa soxum. Gəl mənə İsveçrədən zəng elə ki, buradayam. Deyə Azərbaycanda gəl söz deyəndə belə olur. Aydındır, özünüz çıxmırsınız. Nə İlham Əliyev çıxıb qabağıma, nə bəylər çıxıb qabağıma, nə İbrahim Nehrəmli çıxıb, bax qəhbə serjantlarınızı göndərmişsiniz. İndi mən də buradan oturmuşam, görürsünüz, siz bayaqdan danışıram, arxaya baxıram. Qəhbənin balasının şəklini də göstərmişəm də tapanmadım, nəysə. Arxaya baxıram. İndi mən də deyirəm ki, arvadlarımızın dilinin üstünə qutarım. Gəlin burada sözünüzü deyin. Aydındır. Sağollaşaq. Kayf tutdun sevinç. Rauf, kayf tutdun. Ucaldın cənab prezidentin gözündə. Qəhbə sevinç cırıq qızı. Ucaldınız prezidentin gözündə. Ucaldınız Hikmət Hacıyevin gözündə. Ucaldınız. Ucaldısa tez-tez mənim şəklimi, videomu göstərin. Mən çıxım sizin arvadlarınızın, qızlarınızın ağzına verin. Belə də ki, mən qaçıb gizlənməmişəm. Çöldə, bayırdayam. Və haqqım bərpa olunandan sonra kanalımı bağlayıb gedəcəm. Mən oyun oynamıram. Ovla ovçunun arasında Raufluq, sevincli, Mirşahinlik eləmək istəmirəm, eləmərəm də. İşim düz olacaq, 1 dəqiqəlik üzr videosu. Mənə dəymiş zərər, mən çıxıb gedəcəm. Aydındır, yapışdı. De sizin qeyrətinizə soxum. De sizin dövlətinizə soxum. De sizin hakimiyyətinizə soxum. Gəlib mənlə görüntülü yığıb ki, mən İsveçrədəyəm, Elşad gəl görüşək deməyənin anası, arvadı, qızı qəhbədir. Aydındır? Çünki Azərbaycanda göstərdim də, Azərbaycanda sözü deyəndə
Bax belə olur. Siz qəhbən balaları özünüz çıxmırsınız. İtlərinizi qabağa verirsiniz. Amma burada mən təkəm. Nə polisim var, nə axranam var. Gəlib burada mənimlə görüşməyən Cavid Qurbanov, Bəylər Əybov, Kamran Əliyev, İbrahim Lehləmli, Rauf Oğraşoğlu falan filanlar. Hamımızın arvadlarımızın, qızlarımızın dilinin üstünə qutarıb. Deyik gedin Peysərə atın yaşın qəhbən. O insanlara, o elektorata divan tuttu. Naxçıvanların içərisində Ramiz Mehdievin özü haqda, onun bəzi əməlləri haqda bir sıra söhbətlər eləmək olar. Ramiz Mehdiev bilirsiniz, orta savadlı bir adamdır. İradəsi zəif, liderlik qabiliyyəti olmayan, çıxışlarında hər şey yazıb veriblər, o da üzündən bir güclə oxuyub. Ya onun siyasi liderlik iddiası o kadar yersiz ve gülməlidir ki, bunu hər eşidən, onu yaxından tanıyan adam eləməni kimi deyər. Ramiz Mehdiyev orta məktəbi qutarandan sonra onun gücü çatan təhsil olacağı bir texnikum olub. Çilingər hazırlayan bir texnikum. O da sonra ilk əmək fəaliyyətini gəmiçilikdə, gəmidə çilingər kimi başlayıb. Və təəssüf ki, elə çilingər kimi də qalıb. Sonra onu Komsomola dəvət ediblər. Komsomol SSR-nin bütün ənənələrinə uyğun olaraq bunun əlindən tutub da o nə xüsusi təhsil alıb, nə xüsusi elm öyrənib. Ancaq komünist ideologiyasını yaxşı mənimsəyib, komünistlərin əxlaqını, komünistlərin iş üslubunu deyirəm yaxşı öyrənib. Bəziləri onu tərifləyənlər deyirlər ki, Ramiz müəllim çox güclü və ağıl adamdır. Bu tamamilə yanlış fikirdir. Sevinç xanım Ramiz Mehdiyev hər zaman mənimlə görüşəndən sonra Peysərə atırdı. Ramiz Mehdiyevin gücü onun tutduğu vəzifədədir və onun hüdudsuz səlahiyyətlərində. Onun işsiz vaxtlarını mən yada salıram. Bizim kontaktlarımız, əlaqələrimiz olub. O olduqca güncə sıxışdırılmış, tamamilə az qala cəmiyyətdən təcrid olunmuş, heç kəsə lazım olmayan, heç yerdə o vaxt xalq hərəkatının güclü dövrü idi. Bir yerdə bir kəlmə danışmayan, çünki o çox ehtiyatlı adamdır. Məsələyə şəxsi fikir söyləsin. Ramiz Mehdiyev ömrü boyu idarə olunub. O heç kim, heç nə idarə etmir. Ona görə də idarə olunan insanlar müstəqil olunurlar. Onların nə müstəqil fikri olmur, nə də liderlik qabiliyyəti olmur. Yetişmir. Sadəcə meydana gəlmir bu. Sual onda bilər, Ramiz Mehdiyev necə oldu yenidən hakimiyyətə qayıtdı? Onun keçmişi bəllidir. SSR dağılan ərəfədə Vəzirovun kabinetində ya büroda necə Heydərin arxasında danışıb, necə onun əleyhinə ifadələr verib, bu hamıya bəllidir. Hətta böyük qardaş Həsən əmi rəhmətə gedəndə onu dəvət etmişlər. O demişdi ki, bilirsiniz, mən Əliyevlərlə qurtarmışam. Bax, bu mövqedə olan adamı Heydər Əliyev bilə-bilə necə bunu hakimiyyətə gətirdi. Bir sıra onun etdiyi xəyanətləri mən dilə gətirmək istəyirəm. Onun birinci xəyanəti bu idi ki, Qarabağ probleminin həllini olduqca uzada bildi. Rusiyanın əlindən buna nail oldu. Bax, beləcə Ramiz Mehdiyev Rusiyanın xeyrinə işləyərək bizim ən böyük problemimiz Qarabağın həllində böyük xəyanət etdi. Onun ikinci olduqca Heydər Əliyevin dayağı arxası olan 91'ləri və bütövlükdə Yeni Azərbaycan Partiyasının hədəf aldı. Mehdiyevin xüsusi nifrəti var idi 91'lərə də Yeni Azərbaycan Partiyasına da. Niyə görə? O Şah Qacar nəsil artıra bilmədiyi üçün, bütün kişilərə nifrət etdiyi üçün görə, o nifrətə görə Ramiz Mehdiyev də iştirak edə bilmədiyi, bu mübarizədə heç bir rol olmadığı, ancaq oturub Heydər Əliyevin çörəyini yiyənə görə içəridən çox narahatıdır və bizi hər gördükcə onda nifrət hissi püskürürdü. Ona görə bizim hamımıza qarşı iş aparırdı. Mən indi adlar sadalamaq istəmirəm. 91'lərin çoxunu məhv etdi. Gürcü ziyalılarımızı, bacarıqlı insanları, Heydər Əliyev yolunda bayaq dedim, canını qurban verə biləcək insanları hamısını sıradan çıxartdı. Nəhayət bütövlükdə partiyanı. Partiyada bir nüfuzlu adam qoymadı qalsın.
Yap bugün o dövrlərdən çox zəifdir. Sadəcə çox o. Ancaq bizim elə partiyadaşlarımız bu saat kənarda qalıb ki, onlar partiya özü kimi fəaliyyət göstərirlər. Ancaq heç biri iş başında deyil. Heç biri İlham Əliyevə yaxından kömək etmək iqtidarında imkanlı deyil. Və o insanların hamısını bir-bir tanıyıram. Bunu mən dilə gətirdim. Və bu, təbii ki, Ramiz Mehdievdə mənə qarşı bağışlanmaz, keçilməz bir məsələ oldu. Bu çox ciddi məsələdir. Bunu Heydər Əliyev bildi. İndi ona necə nifrət edər, onu təsəvvür edin. Bunları mən sizə danışmayacağım. Necə nifrət edirdi. Və nəhayət, inşallah, o dövr gəldi ki, İlham Əliyev Heydər Əliyevin yazdığı reseptlərlə, yol xəritəsindən bütün Qarabağ üçün maraqlı dövlətlər və liderləri istifadə edə bildi. Böyük Grossmeister kimi siyasətdə və Qarabağ problemini bildiyiniz kimi həll elədi. Və erməniləri bir nəfər kimi oradan çıxartdı. Bu Ramizin xoşuna gələrdimi? Yox. Ramiz Mehdiyev hesab edirdi ki, İlham Əliyev heç nə bacarmayacaq. Axırda Rusiya bunu prezident edəcək. Onun bu xəyalında çoxdan vardı. Bu təzə fikir deyil. Bu ağılsız indi bilmirəm, hələ məlum deyil, kimlərləsə, nələrləsə düzüb qoşub bu istəyib bu işi indi görə. Deyilənlərdən belə çıxır. Ancaq biz məhkəmənin cavabını gözləməliyik. Ramiz Mehdiyev deyirlər filosofdur. Bu Ramiz Mehdiyevin bir çıxışından bir ağıllı söz bu cəmiyyətdə kimsə yadına gəlir. Bu filosofun. Vallahi mən ona fəlsəfədən 2 sual verərdim. İnanın ki, heç birində cavab verəməzdim. Bu adam akademiyanı gəldiyinə günə qoydu. Bəli. Məni akademiyadan o necə çıxar? Bir dəfə mənim kamerama nə malum qaz buraxdılar. Zəhərli qaz. Mən huşumu itirdim. Onu görənlər də olmuşdu. Bir nəfər də çıxış elədi, vaxt elə dedim bunu. Məni apardılar, mesankasta apardılar. Gözümə çanda gördüm əhatəmdə həkimlər. Mən də uzanmışam. Sonra mən bildim ki, nə olub, nə baş verib. Sevinç xanım, mən aylanda gördüm ki, mən lüt vəziyyətində uzanmışam yataqda və həmin yataqda mənim yanımda lüt vəziyyətdə bir petuka oxşayan bir kişi var idi. Biz bir-birimizi qucaqlayırdıq. Bax, bu cavab benim söz. İndi bunu necə saxlamaq olar bu adı filanı? Deyin mənə. Həmin dövrdə nə oldu? Bunu o zamanlar insan hüquqlarına məşğul olan Şuşalı. Öz də Ramiz Mehdiyev bunu elə elətdirmişdi ki, 3 gün bayramıdır. Vəkil yox, əlaqə yox, kontakt yox. Niyə məsələn siz orada necə mane olurdunuz Ramiz Mehdiyevə türmədə ikən? İndi deyəcəm sizə, ikinci nədir? İkinci mənim azadlığa çıxmamda bir 6-7 ay əvvəl mən zəhərləndim. Reanimasiya düşdüm. Siz həmin hadisədən sonra özünüzü necə hiss edirsiniz? Dediniz ki, sizin yanınıza çırpaq, lüt petuxa oxşar bir kişi qoymuşdular. Sevinç xanım, çox ağır formada. İnanın ki, mən o dünyadan qayıtdım. Çox ciddi zəhərlənmişdim. Çox ciddi. 25 gün reanimasiya oldu mənə. Bunu da Ramiz Mehdiyev təşkil etmişdi. Buna heç şübhəniz olmasın. Hardan da onun mənə qarşı nifrəti? Bayaq dedim sizə, Ramiz Mehdiyev mənim Heydər Əliyevə yaxınlığımı həzm edə bilmirdi. Mən Yerevana gedib gələndən sonra mən elə bil ki, bunun oğlunu öldürülmüşdüm. Bax, mənlə belə davranırdı. Necə yəni? Niyə ora Xarici İşlər Naziri getmir, bu getmir, yaxud da bunun dediyi adam getmir? Sən kimə deyirsən Peysər, səni bilirsən nə edər? Bəylər sakit olun, lütfən dava etməyin ayıblayadı.
Siz də gözəl maşallah simpatik olansınız. Çox seksualsınız. Adamı axuyet edirsiniz prosto. Adam prosto yəni ağlın başından arsınız. Həqiqətən çox simpatik olansınız. Eləsin maşallah bir muskuluz nə etsən dəyər. Maşallah adam altında öldürər.